Bir cənnətə daxil olan kimi cənnət əhli, Allah burada oturanların hamısına qismət eləsin, ora gedib çıxmağı. Mələklər gələcəklər, deyəcəklər sənə məktub var. Maraqlı aləmdir orada orada. Nə gözəl maraqlı aləmdir. Bizə qeyri-real görünür, əsr real aləm. Təsəvvür edirsiniz, oturmuşsunuz burada məsələn, qapını döyürlər ki, mələklər, açarsın deyirsən, hörmətlə gəlirlər sizə məktub var. Ay bala, kim yazıb bu məktubu? Allahdandır məktub. Allah da adama məktub yazar. Elə insan bunun üçün yaranıb ki, Allah insana məktub yazsın, Allah insanla danışsın. Açarsan məktubu nə yazılar? Əbədi olan Allahdan, əbədi olan bəndəsin. Ölümsüz olan Allahdan, ölümsüz olan bəndəsin. Qalıca nə desə yaxşıdır. Deyir, indiyə qədər nəyə ki ol demişəm, gündən nəyə ol desən olur. Bunu qoyub düşəsən, ötəri ləzzətlərini də alırsın. Əldən çıxacaq şeylərini də alırsın. Mən demirəm, ha, dünyanı buraxaq deyə yox. Dünyada uğur qazanır, amma könül bağlama. Məsələ bundadır, könül bağlama.